Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir mikrodalğa sobanı təmirə gətiriblər. Lentası xərab olmuşdu. Müştəri özü zakaz verib, lentasını gətizdirib. Üstünə özü bərpa eləyib. 1-2 nömrə aşağı yuxarı fərq elədiyinə görə hər bir şey biraz düz işləmir. Magnetron işə düşmür. Burada ümumiyyətcə faliqa yoxdur. Faliqa ümumiyyətcə yoxdur. Magnetron işə düşmür, avtomatik spiral grill sistemi işə düşür. Başacaq, bərpa eləyək, ortanın nəticəni bir yerdə izləyək. Demək, burada magnetrona tok gəlmir. Lenti dəyişəndən sonra belə bir problem əmələ gəlib. Bu grillin klemalarıdır. Bunları bərpa eləyəcəm üzərinə. Plonka yerində qalacaq. Biz burada dəyişiklik eləyəcəyik. Burada olan releni çıxartdıq. Yuvacaqları açmışıq. Yeni faliqa bura bərpa elədik. Plonkanı bərpa elədik, bu hissələr bağladıq. Burada qüsur nədir? Demək, bu hissəyə keçir mikro dalğalı soba magnetron sistemin qoşulmasına. Qoşulmur, bu qoşulur, bu hissəyə keçir. Yenə də bu qoşulur, bu hissəyə keçir, yenə də bu spiralı qoşulur. Bu hissələrdə təmizlədik. Demək, müştəri hansı, məsələn, mikrovolnovka, grill, yəni magnetron grill, hansını istəsə onunla istifadə edə bilər. Hər bir şey öz yerindədir. İndi biz bir dəqiqəyə suyu qoyuruq. Güzünü götürüb bu qədər. Grill rejimi ayrı qoşulacaq, magnetron ayrı qoşulacaq, faliqanı dəyişdik. Hər bir şey öz yerində, bu qədər. Çox sağ olun, izlədiniz.